Salam, hər vaxtınız xeyir olsun müəllimələr. Baxın, mən BSG hazırlamaq üçün öz komandalarıma daxil oluram. Öz sinifimi seçirəm. Məsəl üçün 9B. Daxil oldum 9B-yə. Burada bu hissədə kənarda təyinatlar bölməsi var. Ora daxil oluram. Təyinatlar bölməsinə daxil olanda tamamilə ən aşağı hissədə burada yarat hissəsi var. O yaratın üstündən vururam və 3 dənə, 4 dənə hissəsi var. İkinci hissəni, yeni quiz hissəsini seçirəm. Burada mənim siniflərim gəlir. Və mənim siniflərim gələndə mən buradan yenə özüm 9B-ni seçirəm. Növbəti işarəsini vururam. Və burada mənim keçmiş quizlərim gəlir aşağıda. Mən bu keçmiş istəsəm quizlərdən birini götürüb üstündə belə deyim də dəyişkənliklər edə bilərəm. Amma mən istəyirəmsə mənə yeni belə deyim yeni sual versin, yeni tapşırıq versin, sorğu əlavə elə hissəsini vururam. Və burada yeni proqram, Copilot proqramı açılır. Mən bu proqramda mənə nə lazımdırsa həmin onu yazıram. Oradan sual axtarıram. BSG 1 biologiya 100 ballıq 15 sual yazıram bura. Və yazandan sonra burada bir dənə ox işarəsi var. Baxın, bu oxu görürsünüz, oxu vururam. Və başlayır Copilot mənə suallar verməyə. Və suallar verir, bir-bir suallarım gəlir. Mən gözləyirəm 15 sualımın 15-də gəlsin. Mən bu suallara baxıram. Əgər bu suallar məni qane edirsə, mən bu sualların hamısını istifadə edirəm. Yox, qane etmirsə, balları dəyişmək istəyirəmsə, suallarda dəyişkənlik etmək istəyirəmsə də, onda mən başlayıram bunun üstündə işləməyə. Baxın, bu 15 sual 15-də gəldi. Gördünüz? 15 sual gəldi. Məsəl üçün, mən istəyirəm ki, baxıram ki, bu ballar, mən burada aşağıda saxranit var, yəni, yadda saxla, vururam. Yadda saxla vurandan sonra baxıram ki, burada 97 bal veribdir. Mən bu balları dəyişmək istəyirəm. Balları dəyişmək istəyirəm, tapşırığı dəyişmək istəyirəmsə, onda mən üstündə vururam həmin sualı. Baxın, tutalım bu balı dəyişmək istəyirəm. Tutalım, burada 7 baldır. Görürsünüz. Gətirirəm, oxumu vururam bu sualın üstünə. Aha, aşağı hissəsini çəkirəm. Baxın, burada 7-ni eləyirəm, tutalım 5. Balım düzəlsin deyə. 5, məsəl üçün. Mən istəyirəm bu sualı dəyişəm. Məsələn, tutalım, bitki orqanellərini sadalayın yazır. Mən bu sualı silirəm, yazıram, tutalım, hansı canlıları tanıyırsınız? Hansı canlıları tanıyırsınız və s. də nə istəsəz. Məsələn, mən bu dəyişiklikləri eləyəndən sonra bura məsəl üçün cavabı əlavə edirəm. Dabavit atvet yeri var ora. Cavabı əlavə edirəm. Bu sualı da buradan, bu cavabı da buradan silirəm. Yerinə öz bildiyim cavabı yazıram. Yazandan sonra mənim artıq məsəl üçün testim hazırdır. Sonra burada mən hazırdır hissəsinə. Baxın, böyürdə burada hazırdır hissəsinə. Gözləyin. Və bu hazırdır hissəsinə vururam. Aha. Burada mən tapşırığıma ad verirəm. 9-cu sinif BSG 1 qiymətləndirmə. Sonra burada aşağı hissədə var təyin et, qaralama, saxla, ləğv et. Bir də burada müəllimələr, baxın, bax bu hissədə sizin vaxt qoymaq yeriniz var ki, məsəl üçün tutalım siz axırıncı BSG-niz tutalım, sizin BSG-nizin vaxtı düşür yanvar ayına. Yanvarın 24-düdür mənim 9-cu sinifdə BSG-m elə təyin eləmişəm. Buradan mən vaxtı seçirəm, tutalım 24-dü yanvar. Məsəl üçün 23:59-a qədər açıq qalsın. Sonra burada sinifi seçirəm, bütün hamı üçün. Bir də var burada müəllimlər. Deməli, var vaxt limiti.
Vaxt limiti istəyirsiniz ki, tutalım neçə dəqiqəsi, mən 60 dəqiqə qoyuram. Sonra bunu qaralamalarda saxlayıram. Qaralamalarda saxlayandan sonra mən nə vaxt ürəyim istəsə bunu qaralamalara girirəm. Sinifin, yəni yazdığım bu BSG-nin tutalım üstündən vururam. Yenə təyin et. Hansı sinif üçün təyin etmək istəyirəm? Və buradan sinifi seçirəm. Tutalım vururam. Məsəl üçün 9B, 9A və s. Hansı istəyirəm? Mən 9B. Все təyin etib buradan vururam. Gedir sinifə, nədir? Düşür. Baxın, indi mən 9B-də təyin etdim. Üstündən vurdum. Gəldi tapşırığım düşdü.